Salam əziz izləyicilərimiz, hər birinizi Qaçmaz Başçılıq ofisindən salamlayırıq. Bir aya yaxındır ki, video paylaşmırdıq. Hal-hazırda qərar aldım ki, bu yeni fikrimiz barədə ümumi bir video çəkək, paylaşım eləyək. 5 ildir ki, bu platformada Qaçmaz Başçılıq olaraq fermerlərimizi, Azərbaycan kənd təsərrüfatı işi ilə məşğul olan insanlarımızı, zəhmətkeş insanlarımızı maarifləndirirdik. Maarifləndirici elmi videolar çəkirdik, paylaşırdıq. Çox gözəl işlərə imza atıldı, işlər görürdük. Artıq yeni bir dönəm başlayır. Bir dönəmin bitişi və yeni bir dönəmin başlanğıcı kimi bunu qəbul eləmək olar. Burada onu qeyd edeyim ki, artıq maarifləndirici və elmi videolar bundan sonra paylaşılmayacaq. Düşünürəm ki, bugünəcən çəkilən videolar hər bir danışılmalı mövzunun üzərindən dəfələrlə artıqlamasından keçmişik. Gübrələmə, dərmanlama, superintensiv bağların qurulması, intensiv bağların qurulması, çeşidli meyvələrin yetişdirilməsi, bir çox nüanslara toxunmuşuq Qaçmaz Başçılıq olaraq. Və bundan sonra danışılan mövzular artıq hiss eləyirik ki, təkrara doğru gedir. Və mən bu işləri başlayanda açığı bu kanalda birinci və axırıncı dəfə mən sözünü işlətirəm. Belə deyim ki, həmişə Qaçmaz Başçılıq olaraq biz düşüncəsi üzərindən irəliləmişik və uğurun nəticəsi olaraq da həmişə buna bağlamışam ki, bu uğur hamının uğuru olub. Ən başda da Qaçmaz Başçılıq qrupu başlamışdı, WhatsApp qrupu buradan başlamışdı işlər və hər kəs öz elmi araşdırmalarını orada paylaşırdı və biz ona uyğun olaraq sonda bir video çəkib paylaşırdıq ki, məsəl üçün bu iş buna görə belə oldu və bu cür uğurla nəticələndi. 5 ilə yaxındır ki, videolar çəkirik. Qaçmaz Başçılığın aqronomları, mütəxəssisləri, ümumiyyətlə Azərbaycanda bu işi görən yoldaşlar 5 ildir ki, bizə çıxırdılar, bir-birimizi tanıyırdıq. Ən savadlı və güclülərini arasından dürüstlərini seçib onlarla video reportajlar hazırlayırdıq və işlərimizi onlarla qurmağa davam edirdik ki, daha doğru düzgün işlər görülsün, insanları düzgün maarifləndirək. Doğru yanlış əlimizdən gələn ən yaxşısını siz üçün eləməyə çalışmışıq. Daha çox məhsul götürsün, torpağından düzgün istifadə eləsin. Yeri gəlib öz vaxtımızdan, şəxsi həyatımızdan bunu kəsmişik, eləmişik ki, həqiqətən nəticə götürülsün. Demək olar ki, şəxsi həyat deyən bir şeyimiz qalmamışdı. Yanımızdakı yoldaşlarla da hara çıxırdıq, istirahətə gedir, nə edirdik, görüləcək işlər, sabah nə bilim hansı işlər görmüşük, harada uğurlu alınmadı, onu tezdən eləmək lazımdır o işi. Bu doğrultuda eləmişik, amma inanıram ki, pis olmadı. Məqsədimiz də o idi ki, bayaq dediyim kimi, təkrarçılıq olmasın, insanlarımızı daha doğru düzgün yola yönləndirək. Hansı işlər nə cür görmək lazımdır ki, bundan sonra daha uğurlu nəticələr əldə olunsun, göstərək. Bir çox aqronomlarımız, mütəxəssislərimiz nə olsun savadlıdır, amma çıxıb onu savadlı, bildiyi bilikləri nümayiş etdirəcəyi bir platforma yox idi. Biz o şəraiti yaratdıq, o mühiti yaratdıq. Bir tərəfdən də, belə deyim, fikrim üstə düşməyən yoldaşlar da olurdu. Onlara da o şəraiti yaratırdıq ki, həqiqətən qoy fikrini izah eləsin ki, niyə bu cür düşünür bu, məsəl üçün, gübrələmədə və ya başqa məsələlərdə. Ətraflı videolar çəkdik. Düşünürəm ki, bundan sonra nə danışsaq təkrarçılıq olacaq. Çünki mütəxəssislərimizlə, aqronomlarımızla ətraflı videolar çəkmişik. Tozlanmadan, Azərbaycanda meyvə bağlarında tozlanmadan, gübrələmədən, meyvə bağlarının qurulmasından, əkim sxemlərindən, kök altılardan, calaq altılardan, bir çox şeylərdən ətraflı danışmışıq. Bizə heç adiyyəti olmayan məsələlər olub. Məsəl üçün, direkt sistemləri və ya başqa məsələlər. Doğru düzgün nəyi bilmişiksə onu danışmışıq, heç baxmamışıq ki, bu sözü deyirik, sabah bu sözün, belə deyim ki, başı gidib hara çıxacaq və kimin acığına gələcək, sonra kiminlə aramız pis olacaq. Heç ona baxmamışıq, danışmışıq ki, doğru düzgün budur, düşünürük ki, budur. Bir çox yoldaşlardan soruşmuşuq, həm budur, paylaşmışıq, problemlər də yaşamışıq, həll də eləmişik. Allah'a şükür, heç bir problem də olmayıb. Arxa tərəfində də bir tərəfdən də sizə deyim ki, qarşılığın artıqlamasını ödəmişik. Bir normal iş görürsünüzsə, onun qarşılığını artıqlamasını ödəyirsiniz. Belə deyim ki, sizə insanlarımızın, fermerlərimizin, hər kəsin bizi başa düşdüyünü inanmıram. Harca 20-30%'nin bizi doğru düzgün məqsədimiz nə idi, nə iş görmək istəyirdiksə anladığını düşünürəm. Qalan 50-60%, 70% demək olar ki, bir söz olub ki, nə qazanırsınız, nə qədər qazanırsınız, qazancımız olmasa bu işi onsuz da görməzsiniz ki, bu modda yaxınlaşıblar mövzuya.
Biz bu işə başlayanda ümumiyyətlə kənd təsərrüfatının Azərbaycanda danışan yox idi. Xaçmaz bağçılıq ilk dəfə bunları danışmağa başlayıb. İlk dəfə bir çox bayaq sadaladığım məsələlərə toxunub, başa salıb ki, nəyi nə cür, nə vaxt, niyə eləməlisən, bu ətraflı bunları danışıb. Biraz bu məsələdə belə deyim ki, səmimi olacağam. Ümumiyyətlə çəkən yox idi və fermerlərimiz öyrənmək istəyəndə Rus kanallarından və ya Türk kanallarından nəyisə araşdırıb öyrənməyə çalışırdılar və öz yerli bağlarını tətbiq eləməyə çalışırdılar. Nə qədər uğurlu alınırdı, yəni çox uğurlu alınmırdı. Çünki oradakı hava durumu və ya torpaq tərkibi başqadır, Azərbaycan başqadır, öz dilində bir məlumatı öyrənmək tamam başqa bir hissdir. Biz bu barədə videolar çəkməyə başlayandan sonra 5 il ərzində çoxlu videolar paylaşılmağa başladı. Bu videolar paylaşılanda özümün baxdığı yoldaşlar da var. Bəzilərinə yoldaşlara baxıram. O işlərində də uğurlar arzulayıram və belə bəyəndiyim də var. Amma bir çoxları da içində gördüm ki, sadəcə olaraq biznes olaraq bu məsələyə baxırdı. Ticarət olaraq biraz nəyisə reklam eləyim, maarifləndirmə eləyim və dərmanımı satım və ya başqa bir qazancımı yerinə yetirim. Ana məqsəd bizdəki kimi maarifləndirək, bizimlə düşüncə tərzi eyni olmayan insanlara da kanalımızda çıxış eləməyə imkanı verək. Bu modda yanaşan, yəni təkcə elə Xaçmaz bağçılığı görmüşük açığı. Amma artıq mənim özüm də yorulmuşam. Çünki çox geniş və möhtəşəm məlumat kirliliyi var ortada və hər kəs nəsə danışır. Hər kəs nəsə danışır, hər kəs özünü bilikli göstərir ki, bu mütləq belə olmalıdır filan. Dərman satanlar da, dərman satan da maarifləndirici video çəkir. Sonra gəlib mənə üz-üzə deyir ki, eyni sektor görürük, eyni işi görürük. Necə deyim, 20 yaşım olsaydı özümü saxlamazdım. Deyərdim ki, anladı qardaşlar, dərmanımı satırsan və dərmanımı satmağın üçün nəsə video çəkirsən filan. Biz bir missiya kimi bu yolda irəliləyirik. Nə bilim, görülməli məsələləri göstərir ki, bu cür olmalıdır. Sən ticarət yönümlü bu məsələyə yaxınlaşırsan. Amma artıq keçmiş videolardan, bugünəcən çəkdiklərimizdən maariflənmək istəyənlər, öyrənmək istəyənlər oradan öyrənə bilərlər. Qısa bir onda fikrimi deyim ki, bu məlumat kirliliyi bir çox fermerə acı reallığını göstərəcək. Bir çox fermerlər uğursuz nəticələrlə qarşılaşacaq. Bunu qeyd edeyim. Çünki o qədər məlumat kirliliyi var ki, arada mən özüm də şaşıram ki, görəsən bu məsələdə hansı düzgündür, kim düz deyir. Belə məsələlər də olur. Düşünürəm ki, bu məlumat kirliliyi bir olan ortamda biz artıqlamasına məlumatlandırmamızı, üzərimizə düşən nədirsə, doğru bildiklərimizi eləmişik. Bundan sonra da məlumatlandırma, maarifləndirici videoların çəkilməsini eləməyəcək. Çünki bugünəcən öz təmiz adımızla gəlmişik. İstəyəndə Xaçmazda çıxırıq, necə deyim, və ya başqa bir yerlərdə tanışlar olur. Nə bilim, bir restoranda, bir kafedə istədiyim kimi rahat hərəkətləyib oturub bir çayımızı da içirik, yoldaşlarla söhbət eləyirik, bizi izləyən fermerlərlə və ya iş gördüyümüz fermerlərlə, layihələr gördüyümüz fermerlərlə də qarşılaşırıq, deyirik, gülürük. İstəyirəm ki, hələ bundan da sonra belə də davam eləyək. İləyə bildiyimizin artıqlamasına ilədiyimizi düşünürəm. Bundan sonraki etaplarda, bundan sonraki dövrdə hansı işləri görəcəyik, onlar barədə məlumat verim. Yəni, bu demək deyil ki, bundan sonra video çəkməyəcək. Sadəcə olaraq maarifləndirici və elmi videolar dayandırdı. Bugünə çəkdiklərimiz bəsdir. İzləmək istəyənlər bundan qabaq çəkdiyimiz videolara keçib baxa bilərlər. 700-ə yaxın video çəkilib. Bəzi videolar isə xarici bazarlardan məlumatlandırma, xarici ölkələrin torpağından, iqlimindən məlumatlandırmalar eləyib, onların təcrübələrini, praktikalarını Azərbaycanda tətbiq eləmək barədə danışıqlarımız olmuşdu. Düşünürəm ki, bu yolda daha da güclü irəliləmək lazımdır. Bu tonda davam eləmək lazımdır. Artıq daha böyük bir platformada çıxışlar eləməyə başlayacaq, xarici dillərdə videolar paylaşılacaq, Azərbaycan kənd təsərrüfatını daha doğru, düzgün, güclü bir şəkildə xarici ölkələrə tanıtmağa çalışacaq. Azərbaycan məhsullarını brendləşdirmə yolunda addımlar atacaq ki, niyə də olmasın ki, Azərbaycan məhsulları, məsəl üçün Azərbaycan meyvələri xarici bazarlara girəndə artıq öz sözünü deyir, başqa ölkələrin meyvələri görürsən ki, ixtisara düşür, təxirə düşür. Məsəl üçün ki, bu il onu Şaftalda, Rusiya bazarında biz yaşadıq, mən gördüm, özümüz şahid olduq ki, bizim, belə deyim, şaftalımız daxil olanda, gilasımız daxil olanda artıq görürdün ki, başqa ölkələrin meyvələrinə o qədər tələbat olmurdu və onların qiymətində düşüş yaşanırdı. Burada bizim üzərimizə, bizim fermerlərimizin üzərinə düşür ki, biraz da daha da
ciddi olaq işimizdə, işimizi daha doğru düzgün görək. Xırda nə olacaq dediyimiz məsələlər var, amma onlar bugünkü gündə bizim qarşımıza çıxmağa başlayır. Məsəl üçün, belə deyim ki, sizə paketləmədir, meyvənin daha yetişdirmək meyvəni başqa bir aləmdir. Yetişdirdin, okey. Satışını təmin eləmək, daha doğru düzgün bir bazar tapıb, daha nəsə iş görmək, bu isə tamam başqa bir aləmdir. Bunu təmin eləmək də ən böyük nüanslardandır. 1000 tonlarla meyvən olsun, sən onu düzgün paketləyib bir bazara çıxarıb uğur əldə eləmədikdən sonra o qədər yetişdir ki, burasını da təmin eləmək lazımdır. Fermer elə başlayır ki, yetişdirdik, üzərimizə düşən qutardı, qutarmır, tezə başlayır. İndi bunu satmaq lazımdır. İndi bunu satmaq lazımdır. Doğru düzgün bazarda çıxarıb göstərməlisən, təqdim eləməlisən. Qaçmaz bağçılıq olaraq öz layihələrimiz barədə bundan sonra ətraflı məlumatlar verəcək. Belə deyim, həmkarlıq elədiyimiz şirkətlər var. Onların uğurlu işləri barədə məlumatlar verəcək, onları göstərəcək. Xarici bazarlar barədə, xarici səfərlərimiz olacaq. Kənd təsərrüfatında artıq sözünü demiş ölkələrə çoxlu səfərlərimiz olacaq. Oradan çəkilişlər eləyəcək. Onları sizə göstərməyə çalışacaq ki, bu ölkə məsəl üçün bu işdə nömrə 1-dir. Niyə nömrə 1-dir? Biz nə vaxtda məsəl üçün bunların yanaşmasına yanaşsaq, neçə ilə bu vəziyyətə gəlib çata bilərik? Ətraflı fermerlərimizi məlumatlandırma bu yolda davam olacaq. Uğurlu layihələr, uğursuz layihələr niyə olub? İndi yəni təbii ki, həmişəki kimi ancaq necə deyim, insanları maarifləndirəndə müsbət şeylərdən danışmışıq. Maarifləndirici videolarda uğurlu nəticələrdən danışmışıq. Bu cür oldu, əla oldu filan. O qədər insanlar var ki, məsəl üçün uğursuz layihələrdə oldu, uğursuz nəticələrdə oldu. Biraz onları da fikir vermək lazımdır ki, görəsən nədə səhv elədilər. Səhvlərini özləri başa düşməsə də mən qıraqdan elə proseduraya baxan kimi bildim ki, nədən oldu. Yəni ki, necə olur ki, eyni prosedura bu bağda bunu tətbiq edirsən, bu bağda tətbiq edirsən, burada hər şey yaxşıdır, burada deyil. Burada bəhanələr axtarılır ki, görəsən aqronom düzgün işləmədi, tingdə nəsə problem var idi, heç bir problem yox idi, bağa dərman və ya gübrə verilməmişdi, başqa yerə çıxmışdı bütün ayrılan vəsait. Bağa gübrə verilmir, gübrələr başqa yerə gedib və ya nə bilim, maliyyə həmin yerə yönləndirilməyib, aşkar deyim sizə. Sadəcə olaraq bir şeyi diqqətinizə çatdırım ki, əziz fermerlər, öz işinizin üzərinizdə özünüz olmayansa, orada uğur və nəticədən söz belə gedə bilməz. Özünüz öz işinizin üzərində olmalısınız, güvən, amma yoxla taktikasına davam eləməlisiniz. İşdir, tapşırmısan, qohumundur və ya nə bilim işləri aparan stajıdır, kimdir? Bir tərəfdən də özün də işi üzərində olmasını yoxlamalısan, yoxsa oradan nəticə və uğur qazanılmayacaq. Bizim aqronomlarımız da bu sözümü artıqlamasına təsdiqləyəcək. Bir layihə, bu yaxınlarda bir layihəni təhvil verdik. Allah şükürlər olsun ki, üzağlı nətər lazımdır təhvil verdik. Orada bir çox problemlər çıxdı. Gələcəyinə bir video çəkəcək. Xaçmazda 10 ildən bir sel, su basımı olur. Hələ bizim o layihəni gördüyümüz momentə düşdü. Drenajlar açdıq, arxlar açdıq, neysə onu yekunlaşdırdıq. Orada bir prosedur oldu. O mənim çox xoşuma gəldi. Onu diqqətinizə çatdırım. Nə demək istəyirəm, öz işinizin üzərində olun. Tapşırıq vermişəm ki, kökləndiricilərdən istifadə olunmalıdır və stressdən çıxarılmalıdır. Bax, çünki biraz gec salındı, aprelin sonuna doğru salındı. Yoldaşlar dedi ki, yox, bu il salmalıyıq. Neysə, əlimizdən gələn ilib daha fokuslanıb davam etməyə çalışdıq və əslində 10 günə, 15 günə yekunlaşmağı bir layihə 20 gün, 1 aya çəkdi. Çünki bu sel basmalar, su basmalar oldu, bu kimi problemlər oldu. Orada bir nüans oldu, o diqqətimi çəkdi və çox xoşuma gəldi. Öz yoldaşlara, bizlə işləyən yoldaşlara tapşırıq vermişdik ki, bu dərmanı mütləq şəkildə bura qarışdırın və onlara güvənirik də, bildirir ki, həqiqətən düzgün işinə yanaşırlar, həmişə bizlə daimi işləyən yoldaşlardır. Tökün və ağaclara hərəsinə məsəl üçün 5 litrdən bunu tam islanacan tətbiq eləyə gedin traktorla, 2 tonluq, 1 tonluq çiləyicinə. Elbruz ora gəldi, mən o yoldaşlar məndik, traktorun çiləyicisini açıb özü baxırdı ki, dərman həqiqətən qatıblamış, sonra çıxıb getdi. Yəni, bizdən insan bilir ki, işin üstündə bizik, biz işimizdə səhlənkar yanaşmayacaq, amma yenə də öz işini sağlama alır. Rasim müəllimin baxdığı bağlardan bir məsələ oldu. Orada özüdür ki, hansı bağda dərman qarışdırmada özüm nəzarət eləmişəmsə, daha güclü nəticəni görürəm. Hansına ki, sadəcə danışmışam ki, mən sizə onlayn məlumatlar verəcəm, siz özünüz davam edəcəksiniz, amma ayda bir dəfə oraya gedirsən, görürsən ki, orada nəsə iş yolunda getmir.
Amma dildə, danışıqda hər şey artıqlamasına üzərinə düşənləri eləyirlər. Burada başa düşürsən ki, deməli nə isə düzgün eləmirlər. Fikirlərimi aşıladım, başa salmağa çalışdım. Bu videonun əsas məqsədi o deyil ki, bundan sonra video çəkməyəcəyik, iş görməyəcəyik. Daha böyüklə görəcəyik, daha böyük platformalarda iş görəcəyik. Ümumiyyətlə, dırnaq arası iş görənlərə göstərəcək ki, iş necə görülür. Yəni, yeri gələndə söz atılır, nə bilim, girib rəy yazır. Tənqid olunmağa heç bir problem yoxdur. Yəni ki, elə bir fobiyam yoxdur. Fobiyam olsaydı da bu işləri görməzdim. Nə qədər istəsən danış. Amma həyatda heç bir uğuru olmayan insan onu yazanda mənə xoş gəlmir ki, sən ümumiyyətlə bizimlə eyni bir dərəcədə nəsə bir bizim gördüyümüz işə yaxınlaşıb nəsə iş görməmsən həyatda və ya nəsə bir imzan olmayıb, durub gəlib bizi tənqid eləyə bilmərsən ki, bu niyə belə oldu, o niyə oldu. Görürdün yolda rəylərdə və ya nələrdəsə işlərdə görürdük. Onlar heç vaxt ciddiyə almamışıq, öz yolumuzda irəliləmişik. Amma bundan sonra iş necə görülürsə, ümumi yoldaşlar fermerlərə daha ətraflı göstərəcəyik Allahın izni ilə. Öz layihələrimiz barədə ətraflı məlumatlandırmalar da olacaq. Xarici bazarlarda Azərbaycan kənd təsərrüfatında öz sözünü güclü bir şəkildə deməsi üçün əlimizdən gələn ən yaxşısını eləyəcəyik. Səfərlərimiz barədə sizə məlumat verim ki, bundan sonraki səfərlərimiz hara olacaq. Ən çox həmişə olduğu kimi Gilasa köklənmişik. Çünki bu şimal bölgəsində gilasçılığa çox belə deyim ki, münbit bir şərait var və burada belə deyim ki, Qafqaz dağlarının, Xəzər dənizinin bir arasında yerləşən bir yer olduğuna görə daha gözəl nəticə götürmək olar gilasçılıqda. Amma ki, əlbəttə ki, şaftalı bağlardır, qaysı bağlardır və alma bağlardır, başqa bağlar da qurulur. Biz bu meyvələr üzrə hansı ölkə ən çox hansı meyvəni ixrac eləyirsə, orada uğurlu nəticə götürürsə, o ölkələrə gedib oradakı sirləri də sizlərlə bölüşməyə və öyrənməyə çalışacağıq. Xarici bazarlarla da əlaqələrimizi daha da gücləndirəcəyik. Yeni başqa layihələr var, onlar barədə də ətraflı məlumat verəcəyik. Hər kəsə uğurlar arzulayıram, hər kəsə təşəkkürümüzü bildiririk. Çox gözəl işlərə imza atıldı bu 5 ildə, az işlər görülmədi. İnanıram ki, sıfırdan bura kimi gəlinibsə, buradan daha başqa bir yerlərə getmək olacaq. Fermerlərimizə düşən öhdəlik odur ki, daha qətiyyətli, daha araşdırmacı bir ruhu ilə bu işlərə sarılın və axıra kimi gedin, davam edin. Ya bu işi görün, ya da ümumiyyətlə kimlər bu işi düzgün görürsə, onlara təhvil verin, həvalə eləyin. Ümumiyyətlə, elə baxılır, elə ərazilərə gedirsən ki, adam deyir ki, nə bilim, var idi bir ərazi, səhv eləmirəmsə 10 hektara yaxın idi. Adam deyir ki, bağım var filan, biz Elbrus bəylə bir dəfə ora getdik. Baxdım bağa, qayıtıb ki, hansı tədbirlər eləyək, gübrələməyə niyə eləyək, hardan başlayaq, niyə eləyək? Dedim ki, sən bir dənə zəhmət olmasa bir texnika çağır, bu bağı başdan ayağa sökkünən, sonra sıfırdan başlayaq. Həqiqətən ortada bağ deyən bir şey yoxdur. Adam damlama çəkib həmişə gübrələmə eləyir, nə eləyir? Bağ xaosdur başdan ayağa. Nə bilim, alçadan tutmuş, şaftaldan tutmuş, hər şeyəcən var. Amma hamı quruyub, yarımçıq qalıb, heç ora qulluq eləməyə də deyim. Düşür bir dənə işbazın, fırıldaqçının əlinə, ancaq ona gübrə satır, dərman satır. İstəyirsən 10 il bundan sonra da ona ancaq gübrələmə, dərmanlı elə. Orada 100%lik olaraq imzasını, o işin altına imzamı ataram ki, orada nəticə olmayacaq. Amma adam yenə də insan övladı da ümid edir ki, yaxşı olacaq. Bəzi məsələlərdə kənd təsərrüfatında sərt qərarlar mütləq şəkildə verməlisən. Məsələn, görürsən ki, bu nəticə əldə olunmur, bu tozlanması düzgün qurulmayıb, ya içinə ağac əkirəm və ya bütün bağı söküb tezdən qururam. Bunu eləməlisən, çünki hər il az-az vaxt gedir, onsuz maliyyən gedir, vaxtın gedir. Hər kəsə uğurlar arzulayıram. Bundan sonraki layihələrdə, gözəl işlərdə görüşənədək inanıram ki, bundan sonra daha böyük işlər görüləcək.